Hər vaxtınız xeyir, Kanal 13-ün efirində gerçəklikdəsiniz. Bugün ölkədəki mövcud ictimai-siyasi durumu müzakirə edəcəyik. Qonağımız Rəsul Quliyevdir, Amerikada yaşayan eks-spiker Rəsul Quliyevdir. Vaşinqtona Rəsul bəyə qoşulacaq Skype vasitəsilə. Hər vaxtınız xeyir Rəsul bəy, bizə eşidə bilirsiniz? Hər vaxtınız xeyir, mən sizi yaxşı eşidirəm. Salamlayırıq sizi Bakıdan. İlk sualımız belə olacaq. Ölkədəki ictimai-siyasi durumu necə dəyərləndirirsiniz hazırda? Çox mürəkkəb ictimai-siyasi durum mövcuddur bugün ölkədə. Bilirsiniz, ölkədəki ictimai-siyasi durumu qiymətləndirmək üçün biz gərək heç olmasa axırıncı 10 ildə baş verən keçmişimizdə bir qədər səyahət edir. 2005-ci ildə bu hökumətin çox deyək ki, amansızlıqla seçkilərin saxtalaşdırılmasının nəticəsində 2008-ci ildə demək olar ki, prezident seçkiləri olmadı. Yəni ki, prezident belə bir rəqabətsiz, ümumiyyətlə heç nəsiz yenidən prezident seçildi və 2010-cu ildə parlament seçkilərdə o cümlədən demək olar ki, baş tutmadı. Yəni, parlament seçkiləri faktiki olaraq 4 parlament seçkisi keçirir, 4 prezident seçkisi ölkədə son 20 il ərzində. Onların hamısı saxtalaşdırılır. Deməli, indi belə bir vəziyyət yaranır. Artıq 2005-ci ildən bu vəziyyət yaranır. Deməli, Mərkəzi Seçki Komissiyası və ümumiyyətlə seçki komisiyaları formalaşdırılır. Seçki komisiyaları, deməli, parlamentə düşən partiyaların nümayəndələrinin hesabına formalaşdırılır. Həmin o partiya və bir tərəflər ki, hansı ki, formalaşır bu parlamentdə, onlar hamısı saxta şəkildə seçilmiş parlament üzvləridir. Seçkilərin saxtalaşdırılması nəticəsində seçilmiş parlament üzvləridir. Yəni, hökumətin təyin elədiyi adamlardır. Və həmin o hökumətin təyin elədiyi adamlar yenidən həmin o seçki komisiyalarını formalaşdırır və həmin seçki komisiyalarında yenidən seçkiləri saxtalaşdırılır. Və bu artıq bir, belə deyək ki, dairə kimi davam edir, elə bir konveyer kimi davam edir. Və 2013-cü ildə də bu konveyer növbəti işini görməyə hazırlanır. Yəni, Azərbaycanda bugünkü ictimai-siyasi vəziyyət belədir ki, əgər o proses dayandırılmasa, bu seçkilər yenidən saxtalaşdırılacaq. Siz məni eşitirsiniz? Bəli, mən sizi eşidə bilirəm. Buyurun, davam edə bilərsiniz. Deməli, bu seçkilər sözsüz ki, yenidən saxtalaşdırılacaq. Buna heç bir şübhə yoxdur. İndi söhbət nədən gedir? Söhbət ondan gedir ki, həmin bu yaramaz prosesi biz gərək sındıraq. Yaramaz prosesi sındırmaq üçün ilk növbədə nə etmək lazımdır? Yəni, azad seçkilərə nail olmaq üçün nə etmək lazımdır? İlk növbədə həmin seçki komissiyalarının formalaşmasını dəyişdirmək lazımdır. Yəni, həmin seçki komissiyasının qəbul etdiyi protokollar Azərbaycan xalqının verdiyi səslərə uyğun protokollar olsun. Yəni, sərbəst şəkildə Azərbaycanlılar gəlib öz fikrini ifadə edə bilsin və onun da nəticəsi o protokolların üzərində öz əksini tapa bilsin. Əlbəttə, sözsüz ki, bu hökumət bunun əleyhinə axıra qədər çalışacaq və biz də çalışmalıyıq ki, bu dəyişilsin. Çünki bu dəyişilməsə, Azərbaycanda proseslər xaosla davam edir və faciə ilə qurtaracaq. Bunun qarşısını almaq mümkün deyil. Bu, Qubada baş verənlər, İsmailli rayonunda baş verənlər, Binə Ticarət Mərkəzində, ondan qabaq taksiçilərin etiraz mitingləri göstərir ki, bu proses gəlib axırda Bakıya çatacaq. Bakı şəhərində. Siz qeyd elədiniz İsmailli hadisələrinə, Binədə baş verən olaylara toxundunuz.
ümumiyyətcə necə hesab edirsiniz? Bu hadisələr nədən qaynaqlanır? Sosial narazılıq mı var, yoxsa üçüncü qüvvənin belə deyək təsiri mi var? Necə ümumiyyətcə baş verən bu olayları necə qiymətləndirirsiniz? Bu olaylar çox təəssüf ki, bu olaylar ancaq bu xaotik, kör təbii baş verir. Burada nə birinci, ikinci, nə üçüncü qüvvə, heç bir qüvvə yox. Bu hamısı xalqın narazılığını ifadə edən kör təbii və qəfildən ortaya çıxan prosesdir. Onun adı xaos. Ona görə bu hələ ki onları hökumət lokallaşdıra bilir, çünki bu baş verir ayrı-ayrı rayonlarda və bu qonşu rayonlar da bu prosesə qoşulmadığına görə bir dənə rayon təşkillənilir, o rayonda belə deyəcək müvəqqəti qanun qayda yaradılır, bu aktivlərin hamısı həbs olunur və hökumətdə belə bir şey yaranır ki, bu şəkildə elə bu ömrünün axırına qədər belə idarə edəcək yazılacaq. Amma bu əslində mümkün deyil. Böyük şəhərlərdə, məsələn, Sumqayıt, Bakı belə bir proses başlasa, mən sizi əmin edirəm ki, o proses çox dağıdıcı olacaq. 1992 il yanvar hadisələr onun yanında toya getməli olacaq. Mən sizi əmin edirəm ki, həmin o xaos Bakıda minlərlə o varlıların evlərinin yandıracaqlar, məşələ çevirir. Bu adamlar bunu qanmır, başa düşür. Ancaq mən bunu anlayıram. Mən əminəm ki, mənim silahdaşlarım da anlayır və müxalifət də bunu belə qəbul edir. Və bunun qarşısını biz almalıyıq. Biz belə bir hadisələrin bu cür inkişaf etməsini istəmirik. Çünki hadisələrin bu cür inkişaf etməsi Azərbaycanın gətirib dağılmağa çıxardır. Azərbaycanın şimaldan da təhlükəsi var, cənubdan da təhlükəsi. Və belə bir xaos Azərbaycan üçün çox acınacaqlı qurtarardır. Və bunu biz bildiyimiz üçün biz gərək 2013-cü il prezident seçkilərində çox qətiyyətli özümüzü aparaq. Yəni imkan verməyək ki, bu hökumət əvvəl kimi saxlamasın. Onun da yolu keçir ki, geniş koalisiya yaratmaq. Başqa cür mümkün deyil. Rəsul bəy, Bakıdan Ayan Həsənova yazır ki, Rəsul Quliyev 2013-cü ildə prezident seçkilərində namizəd olacaqmı? Ona görə mən bu sözümü gərək başladığım sözü tamamlayam, onda məlum olacaq. Buyurun. Deməli, Azərbaycanda azad seçkilərə nail olmaq üçün gərək geniş koalisiya yaratır. Geniş koalisiya deməli bu hökuməti azad seçkilər keçirməyə məcbur etməli. Ayrı çarəsi yoxdur. Əgər Azərbaycanda hansısa bir qüvvə varsa, özünə inanırsa ki, bu işi özü tək başına edə bilər. Məsələn, olsun ictimai palata, ya məşvərət məsəli, ya ziyalılar forumu. Gərək qabağa çıxa deyək ki, bəli, mən bu işi görəcəm. Əgər elə bir qüvvə yoxdursa, onda bu qüvvələr hamısı birləşməlidir. Lab yaxşı olar ki, məsələn, təşəbbüsü götürsün, deməli, ziyalılar forumu özlərinə ancaq belə bir koalisiya yaranmalıdır. Bu koalisiya protest mitingləri təşkil eləməlidir, çünki bunsuz mümkün deyil və bu hökumət siyasi, deməli, seçki komissiyalarının yaradılmasını prinsipcə strateji olaraq dəyişdirmək. Yəni, seçki komissiyaları gərək obyektiv qərar çıxartmalıdır. Və belə bir şeyə nail olduqdan sonra sözsüz ki, mən prezident seçkilərində iştirak edəcəyəm və bu prezident seçkilərində özümün vahid namizəd kimi irəli sürülməyimdə o qədər də belə deyək ki, maraqlı bir şəxs deyiləm. Yəni, müxalifətin vahid namizədi kimi istəmirsiniz, sadəcə partiyanızın təmsilçisi kimi. Kimsə mənim namizədliyimi dəstəkləyəcəksə, onlara ancaq sağ ol deyə bilərəm, onları ancaq özümün kolleqam saya bilərəm. Ancaq xüsusi özüm gedib kimlərləsə nəsə bir söhbət aparıb xahiş etmək
Rəsul bəy, bəs belə deyək, sizin partiyanızın da təmsil olunduğu Demokratik Qüvvələrin Məşvərət Məclisinin İctimai Palata ilə əlaqələrini necə qiymətləndirirsiniz? Seçki dönəmində bu əlaqələr daha da belə deyək sıxlaşacaqmı, yoxsa necə, əməkdaşlığınız necə olacaq seçki dönəmində? Mən İctimai Palataya da, Məşvərət Məclisinə də, Ziyalılar Fonduna da müraciət edirəm ki, bu seçki ərəfəsini, yəni bu seçkilərə 3 ay, 4 ay qalmışı gözləmək qəti sürətdə olmaz. Mən belə hesab edirəm ki, ən geci fevral ayında bu təşkilatlar Azərbaycanda azad seçkiləri keçirmək uğrunda mübarizədə bir məqsədə qulluq etmək şərti ilə birləşdiklərini elan etsin. Bu çox vacib məsələdir. Bu Azərbaycan xalqına xidmət etmək demək. Bu xidməti gələ bizim hər birimiz edir. Buyurun. Rəsul bəy, eşidirəm sizi. Siz qeyd etdiniz ki, müxalifət birləşməlidir. Amma bu birlik, belə deyək, bir nöqtədə vahid namizəd məsələsində qırılır. Məsəl üçün, Müsavat Başqanı İsa Qəmbər seçkiyə Müsavatın namizədi olaraq qatılacağını bəyan elədi və vahid namizəd məsələsində fikir ayrılığı yarandı. Bax, sizin bu məsələdə mövqeyiniz necədir? Müxalifətin vahid namizəd məsələsində fikir ayrılığı müxalif qüvvəni parçalamırmı? Mən öz fikrimi söylədim. Mən əvvəl də demişəm, indi də təşkil edirəm. Bu dəqiqə vahid namizəd məsələsini ortaya atmaq zərərli addım. Ancaq o vahid öz namizədliyini irəli sürənlərə də heç bir pretensiyam yox. Söhbət ondan getmir. Vahid namizəd ətrafında birləşmək, vahid namizədlər ətrafında birləşmək, bu hardasa iyulda, avqustda baş verə bilər, ya da ümumiyyətlə baş verməz. Bunun baş verməsinin əsas şərti Azərbaycanda azad seçkilərin keçirilməsinə nail olmaqdır. Azərbaycanda azad seçkilərin keçirilməsinə nail olunmasa, o vahid namizədi, yaxud çox namizədin olmasının nə bərqi var? Heç bir əhəmiyyəti olmayan bir şeydir. 2003-cü ildə faktiki vahid namizədi. Nə oldu ki? Heç bir şey. 2003-cü ildə hökumət, hökumətdən 5 dəfə zəif. 2003-cü ildəki hökumətin bu qədər nə fərdi, nə də dövlətli olan vəsaiti yoxdur. İndi aydın məsələdir ki, bu hökumət çox asanlıqla istər vahid namizəd olsun, istər olmasın, seçkiləri saxtalaşdıracaq. O seçkiləri saxtalaşdırmamağa qoymaq lazım deyil. Bu vahid namizədin olub-olmamasının elə bir əhəmiyyəti yoxdur. İndi ola bilər avqustun müzakirə olur. Rəsul bəy, daha bir tamaşaçımız Etibar Quliyev Bakıdan yazır ki, Rəsul Quliyev prezident seçkilərinə qatılacağını deyir, amma onun üzərində cinayət işi var, ölkəyə necə gələcək və ümumiyyətcə ölkəyə dönməyi planlaşdırırmı? Ölkəyə dönməyi sözsüz ki, planlaşdırıram. İndi bu Azərbaycanda istənilən adamın istənilən oponentin üzərində istənilən cinayət işi ola bilər. Məsələn, mənim dövrümdə Azərbaycandan 1 kilogram neft eksport olmayan bir ölkədə güya ki, mən neftdən filan qədər nəsə qazanmışam və mənim üzümə duran yox, bunu təsdiqləyən heç bir sənəd yox, ortada pul yox, belə bir cinayət açıqlar. Bu gülməli bir şeydir də. Yəni, sözsüz ki, azadlərin keçirilməsini deyəndə, sözsüz ki, azad seçkilər nədir? Azad seçkilər bu deməkdir ki, bütün bu seçkilərdə namizədliyini irəli sürmək istəyənlərə imkan verilsin ki, orada iştirak eləsin. Yəni, azad seçkiləri həm də mənim orada iştirakına şəraitin yaradılması demək.
Rəsul bəy, daha bir tamaşaçımız sizə yazır ki, Rəsul Quliyev qeyd etdi ki, ölkədə xaos yarana bilər bu seçki dönəmində. Bu açıq-aşkar hakimiyyəti belə deyək, təhdid sayılmırmı? Yəni bu belə bir fikirlər səsləndirməkdə məqsədi hakimiyyəti təhdid etməkdirmi? Deməli, 2011-ci ilin dekabrından bu günə qədər mən bəlkə də 20 dəfədən çox belə bir xaosun baş verəcəyini, baş vermə ehtimalının yuxarı olduğunu qeyd edirəm. Və bunlar da mənim o dediklərim də 2011-ci ildən axırında dediklərim öz əksini tapır və Azərbaycanda özünü göstərir. Bu hadisələr şəklində, İsmail hadisələr şəklində və başqa şəklində. Və bu da inkişaf edə gedir. Bu hökuməti təhdid etmək deyil, bu hökumətin başına ağıl qoymaqdır. Buna deyirlər ki, bu faktik olaraq mən bu hökumətə deyirəm ki, o papağınızı qoyun başınıza fikirləşin. Sizə lazımdır ki, belə bir xaos olsun və ilk növbədə sizi qırıb çatsın bu millət, ya sizə lazımdır ki, bu seçki reformalarına gedib azad seçkilər təşkil edəsiniz. Mən onlara deməli iki variant göstərirəm. Mən fikirləşirəm ki, əksinə bu təhdiddən çox onlara məsləhətdir ki, özünüzü normal aparın. Rəsul bəy, daha çox tamaşaçıların suallarına mən üstünlük verirəm. Daha bir tamaşaçımızın da sualını səsləndirəcəm sizə. Əslində bu sualı mən də sizə vermək istəyirdim. Son baş verən olay Əkrəm Əylislinin məlum kitabı Daş Yuxular əsərinlə bağlı sual ünvanlayır sizə tamaşaçı. Rəsul Quliyev bu əsəri oxuyubmu və ümumiyyətcə bu əsərin ətrafında baş verən olaylara, səslənən fikirlərə münasibəti necədir? Deməli, o əsərin ətrafında belə bir ajitaj yaranandan sonra mən o əsəri oxudum. O əsər rus dilindədir. Mən Azərbaycan variantını onu görməmişim, ancaq rus dilindədir. Deməli, əsəri mən oxudum. Mən bu gün Azərbaycanda Əkrəm Əylisliyə qarşı təzyiqlər, deməli, etirazlar, belə deyək ki, Azərbaycan sayağı etirazlar və təzyiqlər. Bu cür təzyiqlər ancaq Azərbaycanda bu şəkildə baş verir. Əvvəl istəyirəm, qeyd edəm ki, mən Əylislinin yazdığı povestlər, romanlar, hekayələrlə çox yaxından tanışım. Demək olar ki, onun yazdığı əsərlərin hamısını oxumuşum. Əkrəm Əylisli Azərbaycanın qeyri-standart düşüncəli yazılarından biridir. Yəni o qeyri-standart düşüncəyə malik olan yazısı Azərbaycanda yazısı şair çox deyil, azdır. Əkrəm Əylisli onlardan biridir. Əkrəm Əylisini siz bildiyiniz kimi Əkrəm Əylisli belə deyək ki, Çingiz Aytmatov vaxtında yazıb yaratmış ədibdir, Azərbaycan ədibi. Və məndən həmişə soruşanda, əlbəttə Çingiz Aytmatov səviyyəsinə qalxmaq çox böyük bir problemli məsələdir. Yəni o boyda Rus Federasiyasından Çingiz Aytmatov səviyyəsinə qalxmaq mümkün olur. Məndən həmişə soruşan ki, Azərbaycanda məsələn Çingiz Aytmatovun müqayisəli kimi göstərə biləcən, mən həmişə deyirdim Əkrəm Əylislidir. Çünki Əkrəm Əylisli çox adam indi xatırlamır. Əslində Əkrəm Əylisli həmişə tənqidə, təhqirə, deməli, təzyiqə məruz qalmış adamdır. Elə 70-ci illərdə Heydər Əliyevin bu yazılar qruplarında çıxışlarına baxsaq, görərsiniz, o tənqid obyektinin içərisində əsas figura Əkrəm Əylislidir. Əkrəm Əylisli, məsələn, birinci deməli, bu Şukşin kimi türmədən çıxanı, zindandan çıxanı qəhrəman göstərən yazılardan biridir, belə deyil. Ona görə Əkrəm Əylislinin bu sonuncu əsəri də özünə məxsus şəkildə yazılır.
Rəsul bəy. Əsər Buyurun. Həsəndir, baxmayaraq ki, deməli, Əkrəm müəllim özü deyir ki, bu tarixi əsər deyil, ancaq həddən artıq çox tarixə yer verilib bu əsərdə. Bu ermənilərin tarixini bir qədər kilsəsini bir qədər yox, kifayət qədər yüksək səviyyədə şişirilib. Və əlbəttə bu səhvdir. Bu nöqteyi nəzərdən əlbəttə bu əsər səhvdir. Hər bir Azərbaycan vətəndaşı Əkrəm Əylisinin əsərinə, bu əsərini deməli irad tuta bilər. Onun belə deyək ki, hüququdur. Əkrəm Əylisi də bundan razılaşmaya bilər. Amma mən sizə nəzərinizə çatdırmaq istəyirəm ki, bu ermənilər, daha doğrusu ermənilərin belə deyək ziyalıları öz xalqı barəsində tarixi həddən ən çox falsifikasiya edən, saxtalaşdıran ziyalılar. Ona görə ermənilərin tarixini, bu ermənilərin özlərinin yazdığı əsərlərin əsasında, yaxud bunların sifarişi ilə yazılmış Rus ədəblərinin əsərləri əsasında ermənilərin tarixinə qiymət vermək olmaz. Bu ermənilərin tarixinə qiymət vermək istəyirsənsə, gərək hökmən, deməli, belə deyək ki, İngilislərin, Amerikanların, Harvard Universitetinin, Oxford və s. bu dünyanın tarixini yazan görkəmli alimlərinin yazılarını. Mən nəzərinizə çatdırmaq istəyirəm ki, Əkrəm müəllimin birinci nəzərinə çatdırmaq istəyirəm ki, Ermənistan dövləti Ermənistan bugün yazdığı kimi heç vaxt olmuyor. Bunu bilmək üçün, başa düşmək üçün gərək biləsən ki, Roma imperiyası nədir və Roma imperiyası ümumiyyətlə necə idarə edir? Roma imperiyası tutduğu yerdə hamısında, məsələn, İngiltərə, Roma 5 gözü orada Roma imperiyasının daxilində olurdu. İngiltərədə hardasa 5-6 şahlıq olub, onun daxilində. Hərəsində öz adı var. Özdə nəyə görə? İdarə etmək belə asandır. Həmin o şahlardan nizami qoşunu düzəldir, həm də ki, onlar Roma imperiyasının taksını verir, yəni vergisini verir. Ermənistan həmin o balaca provinsiyalardan biridir. Deməli, sizin nəzərinizə çatdırmaq istəyirəm ki, gəlin bilirsiniz, siz hər bir 15-20 saniyədən bir əlinizi heç olmasa bir tərpədin ki, nə isə tərpədin. Mən bilim ki, siz məni eşidirsiniz. Biz eşidirik sizi, siz davam edə bilərsiniz. İndi sonra dayananda axı donur, mən bilmirəm siz eşidirsiniz. Bu texniki problemdir, internetdə yaranan problemlərdir. Yaxşı, deməli, məsələ ondadır ki, Əkrəm müəllimi mən çox talantlı bir ədib kimi, yazıcı kimi tanıyıram və Əkrəm Əylisinin bütün əsərlərini mən oxumuşam. Əkrəm Əylisi Azərbaycanın qeyri-standart düşüncəli yazıçılarından, azxari yazıçılarından biri. O zaman belə bir sual verəcəm sizə, Rəsul müəllim. Eşidə bilirsiniz məni? Eşidirəm. Dediniz ki, qeyri-standart yazıçılarından biridir. Onun yazdıqlarından razılaşırsınızmı? Sərdə yer alan o məqamlarla, təzadlı məqamlarla razılaşırsınızmı? Aydındır. Deməli, onun indiyə qədər yazdığı əsərlərin hamısı ilə razılaşıram və onu da qeyd etmək istəyirəm ki, bu təzə bir şey deyil. Bu Əkrəm Əylisiyə qarşı hökumətin təzyiqləri bu həmişə olur. 60-cı illərdən 90-cı illərə qədər olubdur. Bu yəni Əkrəm Əylisi üçün yeni deyil. Onun hər bir yazısı müəyyən bir etiraz doğururdu bizim bu Sovet rejimində. İndi gələk onun bu son yazısına, siz son yazıya
münasibəti soruşursunuz da? Bəli, o Daş yuxular əsərindən bağlı. Bəli. Son yazı deməli yenə Əkrəm Əyristi özünə məxsus bir formada bu əsəri yaradıb. Bu əsəri mən sözsüz oxumuşam. Belə deyək ki, yazıçılıq, yazı nöqteyi nəzərdən əlbəttə yenə çox cəlbedicidir, dili çox axıcıdır. Amma içərisində yazılanlarla heç vaxt mən razılaşa bilməm. Mən də onu soruşdum ki, bu əsərin içindəki o təzadlı məqamlarla razısınızmı? Yox, mən əlbəttə onun dedim ki, razılaşa bilməm. Deməli, yenə mən bu məsələyə mən gərək biraz aydınlıq gətirəm. Əkrəm müəllim o əsərində Ermənistanın tarixini həddən artıq şişirdib. Yəqin ki, bu da ondan irəli gəlir ki, Əkrəm müəllim Ermənistan barədə obyektiv tarixi kitabları oxumayıb. Ya ermənilərin yazdığı kitablarla tanışdı, ya da ermənilərin sifarişi ilə Rus tarixlərinin Ermənistan barədə yazdıqları ilə. O obyektiv tarix deyəndə, məsələn, bu Oxford Universitetidir, Harvarddır, Cambridge'dir, yaxud ümumiyyətlə İngiltərənin, Amerikanın, Fransanın görkəmli tarixşünaslarıdır. Onların yazdığı obyektiv əsərlərlə tanışlığı yoxdur. Əgər tanışlığı olsa, o Əkrəm müəllimin yazdığı, məsələn, bu Etmedzin barəsində yazdıqları, o Etmedzinin əvvəl Vagar Şafat olması və s. yazdıqlarının hamısı əlbəttə yəni ki, Əkrəm müəllim göstərmək istəyir ki, bu belə qədim dini etiqadı olan, belə qədim dövlətçilik ənənələrindən malik olan bu ermənilər tərifləyir bir sözlə bu ermənilər. Aydındır. Bu məsələnin üzərində çox dayandıq. Elə bununla bağlı bir sual da verəcəm. Tamamlayaq məsələni. Bir çoxları qeyd edir ki, bu əslində hakimiyyətin belə deyək, gündəmi dəyişmək siyasətidir. Yəni, əslində Əkrəm Əyrisinin yazdıqlarında elə belə deyək, şişiriləcək bir şey yoxdur. Hakimiyyət belə deyək, gündəmi dəyişir. Sizcə hesab edirsiniz, doğrudan hakimiyyətin gündəmi dəyişir? Ya bu sualımıza cavab verməmişdən mən gərək öz sözümü tamamlayam. Bilirsiniz, Əkrəm müəllimin 1918-ci ildə yazdığı hədislər baş verənlər daha belə amansız şəkildə o dövrdə bu indiki Ermənistanın, ancaq Azərbaycanın Zəngəzur mahalında da baş verir. Zəngəzur mahalında elə mənim nəslimdən olanların 20-sindən çoxu qanına qəltan olubdur. Heç qəbirləri də yox. İndi məsələ ondadır ki, o Andranik Paşa gəlib Ərlisə çıxsaydı, o Ərlisdə tamamilə başqa bir forma ola bilərdi. Ona görə o həmişə qan törməyə başlayan bu Ermənistanın başında liderlərinin bu barədə apravdat eləmək mümkün deyil. O ki, qaldı hökumətin münasibəti. Hökumət Əkrəm Əyristiyə qarşı bugün özünü Hitlerin, məsələn, Almaniyada 33-34-cü ildə yazıçıların əsərlərini yandırmasına bənzəyir. O vaxtda burada söhbət Əkrəm Əyristiyə münasibətdən getmir. Ümumən belə iddia edirlər ki, bu məsələnin bu qədər şişirilməsi, gündəm dəyişməkdir. İsmailli olayları, ilə falan baş verən belə deyək etirazlardan diqqəti yayındırmaq. Necə hesab edirsiniz? Yox, onu mən gərək izahatını verəm, siz qulaq asmırsınız. Buyurun. O həmin o dövrdə həm Hitler bu işi görəndə, həmin o yazıların əsərlərini yandıranda və s. elə o vaxt həmin hökumətin
hökumətə olan sosialistlər və kommunistlərin diqqətini yayındırmaq istəyirdi. Həmin işi də bugün Azərbaycan hökuməti edir. Yəni demək istəyirəm, təkrar edir. Və yəni demək istəyirəm ki, bəli, bu əsasən həmin o diqqəti yayındırmağa yönəldilmiş faktdır. Bu həqiqətən, məsələn, Ziyalılar Forumunun artan avtoritetinə zərbə vurmaq üçündür. Amma Əkrəm müəllim də bu yazını yazmamışdan qabaq, gərək belə bir yazı yaza biləcək bir erməni tapardı. O da gərək eyni ilə ermənilərin, məsələn, Azərbaycanlılara qarşı törətdikləri cinayətlər yazardı. O, əlbəttə, bu olardı çox yaxşı. Aydındır. Eşidə bilirsiniz bizi Rəsul bəy? Eşidirəm. Daha bir tamaşaçı yazır ki, bu yaxınlarda 65 yaşınızı tamamladınız. Artıq 15 ildir ki, Azərbaycandan kənarda yaşayırsınız. 65 yaşlı Rəsul Quliyev üçün kənarda yaşamaq, vətəndən xeyli uzaqlarda yaşamaq çətin deyil ki, ümumiyyətcə, yaşam tərzi necədir? Bu da çox maraqlı sualdır. Bu Azərbaycan yaşayış səviyyəsinə görə deməli, Azərbaycan yaşayış səviyyəsinə görə hardasa 148-ci ölkədir. Amerikada 17-ci ölkədir. Sözsüz ki, Amerikada yaşamaq qatqatasandır, hənki Azərbaycanda. Mən elə düşünürüm. Yəni, tamaşaçı sosial anlamda soruşmur, yəni sosial durumunuz... Yox, mən bilirəm, Ural müəllim, buyurun. Siz darıxmayın, siz görürəm, çox darıxırsınız, siz gərək darıxmayasınız. Siz, əgər mən səviyyəli bir adam o verilən sualın məğzini başa çıxa bilməmişəmsə, mən gərək heç çıxmayam demək. Aydındır, buyurun, davam eləyin. O ki, qaldı, əlaqə məsələsinə, xüsusilə 2000-ci ildən sonra bu informasiya texnologiyası elə bir səviyyə gəlib çıxıb ki, artıq bizim planetimiz çevrilib olub balaca bir Azərbaycan boyunda ölkə. Ona görə Azərbaycandan qıraqda yaşamaq, yaxud Azərbaycan içərisində yaşamaq belə bir böyük əhmiyyət kəsb eləmir. Çünki istədiyin adamdan istənilən vaxt elə bu canlı söhbət edə bilərsən. Azərbaycanın özündə bu dəqiqə azı 1000 nəfər var ki, heç Azərbaycanda evindən çölə çıxmır. Elə orada oturub özü üçün səhərdən akşama haraylansa danışır. Ona görə sözsüz bu mənim üçün özüm, mənim şəxsiyyətim üçün bu bir problem deyil. Mən niyə görə formaların necə həyata keçirilməsinin yollarını bilirəm və mən hesab edirəm ki, mənim borcumdur ki, gələn bu işləri Azərbaycanda görəm və Azərbaycan xalqının xoş günə çıxmasının şahidi olun. Rəsul bəy, eşidə bilirsiniz bizi? Eşidirəm. Daha bir tamaşaçımız Qurban Məmmədov yenə yazır, Bakıdan yazır ki, Rəsul Quliyev ötən ilin avqust ayı üçün belə deyək, möhtəşəm mitinqlər söz vermişdi Azərbaycan ictimaiyyətinə, amma bu kütləvi aksiyalar gerçəkləşmədi. Səbəbini izah etməyini istəyir. Bilirsiniz, mən bunun səbəbini izah etmək niyyətində deyiləm. Çünki nəyə görə? Bu 2011-ci ilin dekabrında dediyim söz. 2013-ci ilin fevralında mən qeyd elədim ki, bu ərəb inqilablarından irəli gələn optimist fikirlərin özünü Azərbaycanda doğrultmadı. Azərbaycan daha dərindən degradasiya olmuş bir ölkəymiş, yəni cəmaatı. Ona görə də 2 ay bundan öncə dediyim həyata keçirmək mümkün deyil. Bunu deməli addım gərək bu işi yavaş-yavaş həyata keçirək. Bu sözü mən demişəm bir dəfə yox. Ondan sonra 5 dəfə, 6 dəfə bunu təkrar eləmişəm. İndi bu dediğiniz o Qurban Məmmədov
heç var, elə adamlar var ki, onlar heç nəyə qulaq asmır. Heç vaxt beyninə bir şey salıb ki, məsələn, Rəsul Quliyevi gərək görüm nəfər bir belə tərs sual verərəm, yaxud belə də çalışaram nüfuzuna sahib. Belə adamlar var. Belə adamlar gərək bu sözləri deməmişdən qabaq, gərək heç olmasın həm bu dediklərindən bəziləri ilə tanış olmağa cəhd edir. Elə o tərs suallardan birini də verəcəm sizə. Ləman Qurbanova da yenə Bakıdan yazır ki, Rəsul Quliyev, Elşad Abdullayev məlum videoları yaydı və belə deyək, Azərbaycan iqtidarını bir qədər laxlatdı. Sualı təxmini belə yazıbdı. Rəsul Quliyevdə də belə videolar varmı və yaya bilərmi? Mən çox istədim Ləman. Yox, bu kəs sual deyil. Yox, məndə elə videolar yoxdur. Məndə elə videolar yəqin bundan sonra da heç vaxt olmayacaq. Çünki mən ümumiyyətlə elə Heydər Əliyevin özü ilə onun arxasınca gəzib, izləmək, nə bilim, səsini yazmaq, onun əleyhinə həmişə vuruşmuşam. Ona görə də mən özümə heç vaxt layiq görmənəm ki, kiminəsə danışanda nəysə yazam. O Elşad Abdullayev də mən qınamıram. O iki qardaş itirib sadəcə ona. Bilirsiniz? Yəni demək istəyirəm ki, Elşad Əliyevin və Abdullayevin başına gələnlər onu məcbur edib bu şeyləri eləməyə. Hər halda mənim başıma elə şeyləri gətirmək biraz çətin olardı. Ona görə də sözsüz məndə elə videolar yoxdur Ləman xanım. Aydındır, çoxlu sayda suallar gəlir bura. Mən daha çox əvvəldə də qeyd etdim ki, tamaşaçıların suallarına önəm verəcəm. Bir nəfər də yazır ki, Sevinç İskəndərova yazır, Qubadan yazır ki, Rəsul Quliyev Azərbaycanda ən çox 15 il müddətində nə üçün darıxıbdır? Bilirsiniz, mən siz dediyiniz səviyyədə emosional adam deyiləm. Məni darıxdıran yeganə bir şeydir ki, Azərbaycanda baş verən proseslərə çox negativ proseslərə pozitiv təsir göstərə bilmirəm. Ən çox darıxdığım odur. Aydındır, Rəsul müəllim. Son olaraq mən də bir sual verəcəm sizə. Ümumən toparlayaq. 2013-cü il prezident seçkiləri gəlir, ölkədə çox ciddi proseslər baş verir. Nə gözləyirsiniz Azərbaycanda önümüzdəki illərdə və ümumən Azərbaycan xalqına nə demək istəyərdiniz? Azərbaycan xalqına bir şey çatdırmaq istəyirəm ki, özünün gələcəyi uğrunda mübarizə aparmaq, xoşbəxt bir gələcəyə çıxmaq üçün Azərbaycan xalqı gərək aktivləşə, gərək mübarizə əhval-ruhiyyəsi başqa bir mərhələyə keçə. Azadlıq elə belə verilmir. Azadlıq uğrunda gərək mübarizə aparacaq. Mən ümid edirəm ki, 2013-cü il indiki bu hökumətin seçkiləri saxtalaşdırmağının son ili olacaqdır. Mən əmin edirəm ki, 2013-cü ildə mən bu prezident seçkilərində iştirak edəcəyəm və sizin köməkliyinizlə qalib gələcəyəm və 5 il sonra, yəni 2018-ci ildə siz tamamilə başqa bir Azərbaycanla rastlaşacaqsınız. Sizin həyatınızda çox görkəmli, müsbət dəyişikliklər baş verəcək. Və o gündən, bilirsiniz, məsələ ondadır ki, bu günü və gələcəyi olmayan xalq həmişə keçmişində qəhrəman axtarır. Özdə biz də ki, elə xalqıq ki, heç yaxın keçmişimizdə də qəhrəman tapa bilmirik. Gedirik, qədim keçmişimizdən qəhrəman axtarır. Amma bu günü olan xalq, gələcəyi olan xalq, ancaq bu gündə gələcəyində qəhrəman axtarır və gedib o keçmişi yaşalanır.
Ona görə mən əminəm ki, hər bir Azərbaycanlı özünü öz ölkəsinin ağası kimi hiss edəcək. Əgər 2013-cü ildə mən dediklərim baş versə, indi hardasa bir Oğuz adamı özünü ağası hesab edir. 9 milyonun 9 milyon da ölkənin ağası kimi özünü hiss edəcək. Mən ona qarar verirəm. Aydın. Rəsul bəy, əslində mən verilişi bağlamaq istirdim, amma daha bir tamaşaçılardan çoxlu sayda suallar gəlir. Məcburam bu suallardan səsləndirəm sizə. Eşidə bilirsiniz Rəsul bəy bizi? Eşidirəm, buyurun. Bir tamaşaçımız da yazır ki, Rəsul Quliyev 15 il müddətində Amerikada Azərbaycan həqiqətlərinin Amerikalılara çatdırılması üçün nə işlər görübdür? İstəyərdi bu barədə bir qədər geniş məlumat verəsiniz. Azərbaycan həqiqətlərini Amerikada çatdırmaq üçün əlbəttə elə deyək ki, mənim fikrimcə kifayət qədər işlər görmüşəm. Yəni, məsələn, Kongres 2 dəfə qərar qəbul edildi ki, Azərbaycanda seçkiler azad keçirilsin. Mütəəssir ki, bu iş baş tutmuyor. Sözsüz ki, iki institut, hem Respublikasılar İnstitutu, hem Demokratlar İnstitutunun Azərbaycanda aktif fəaliyyət göstərməsində və onların sözün əsl mənasında bu diktatura rejimin içərisinin üzünün açılmasında sözsüz ki, mənim onlarla görüşlərimin rolu. Üst-üstə götürəndə mən bu illər ərzində 100-dən çox kongresdən senatorla görüşmüşəm. Üst-üstə götürəndə bu iller ərzində mən bəlkə bir 30-40 dəfə Ağ Ev və Dövlət Departamentində görüşlər keçirmişəm. Ondan başqa bu 15 il ərzində Avropada ola bilər bir 200'e yaxın deputat bir neçə dəfə Avropa Şurasında, Avropa Parlamentində görüşlərim olub. Avropa Parlamentində çıxışım olubdur. Hər halda Azərbaycanda seçkilərlə əlaqədar xarici ölkələrin, Amerika Birləşmiş Ştatlarının təzyiqləri mən bu işlə ciddi məşğul olanda həyata keçirdi. 2008-2010 illərdə mən bu işlərdə məşğul olduğum dövrdə ümumiyyətlə bu ölkələrin Azərbaycana təzyiq etməsi dayandırılır. Aydındır Rəsul müəllim. Təşəkkür edirik. Vaşinqtondan Vaşinqtonda səhər saatlarıdır. Vaxtınızı ayırıb bizim efrimizə qatıldığınız üçün təşəkkür edirik sizə. Sağ olun.